O Seviyin həyətində bir dənə qadın gedir qabaqda, belə bir o vaxtki ifli bir şey deyirlər də, çanta kimi. İçərisi dolu tələdir. 20-30 dənə tələ, o sıçan tələsi də. Elədim, yaxınlaşdım, mənim üçün çox maraqlı gəldi. Yaxınlaşdım, xanım, verin kömək edin. Dedi, yox. Dedim, yox, nə danışırsınız? Aldım bunun əlindən, başladım bundan söhbət eləməyə ki, hardan gəlmişsiniz? Dedi, San Epistansiyada, burada Səbail rayonundan. Dedim, hə, siz nə edirsiniz? Dedi, belə gəzirik, tələlər qoyuruq da. Deyirəm ki, Səbail rayonunda ən strateji yerlər var da. Yəni, o vaxt KKB, Milli Məclis, Prezident aparatı, Nazirlər Kabineti, orada tələlər qoyursunuz. Deyir, hə, hər yerə, bu nə söhbətdir, hər yerə qoyuruq. Mən üçün maraqlı gəldi. Dedim, gələcəm sizə çəkiliş eləməyə. Getdim bunlardan çəkiliş eləməyə. Bu oranın o vaxtki o direktorda köhnə kommunist qadınlardan da belə yığıb stolun üstü tələlər, nə bilim nələr belə. İndi mən sual verirəm, bu bayaq dediyimi elə buna da deyirəm ki, bəs bu tələlərdən necə istifadə edirsiniz? Dedi, Səbail rayonunun bütün hər yerinə tələləri qoyuruq. Deyirəm, belə bir şey olur ki, biz qayıdıb tutaq ki, Milli Məclisə 10 dənə tələ qoymusunuz. Sonra gedib onu geri götürəndə 8 dənə ola, 7 dənə ola, belə olur. Dedi, hə, bəzi təşkilatlarda elə də olur. Dedim, bəs siz qorxmursunuz ki, o tələdən başqa məqsəddən istifadə eləyərlər ora? Deyir, vallahi mən nə bilim, da indi götürürlər nə istifadə? Dedim, prezident aparatına da tələ qoyursunuz. Dedi, hər yerə qoyuruq. Dedi, hətta prezident aparatının podvalına 2 dənə tülkü tələsi qoymuşduq.